İndiki gənclər deyirlər, amma indiki gənclər çox yaxşıdır. Sadəcə tənbəlliyin daşını atsalar, yaxşı ki, orta yaşlı və yaşlı nəslin bilgisinə, başarısızlığına möhtac qalmadılar. İnternet gəldi, yeni bilgilərə, yeni nələrəsə onlar üçün yollar açıldı, amma tənbəldilər və öz üzərində işləsələr, oradan-buradan sadəcə bir-iki cümlə öyrənib, bax bununla uzun yol gedə bilməzlər, bilmirlər də. Ona görə də çalışın ki, bilginizi, bacarığınızı inkişaf etdirəsiniz və inanın ki, hər attığınız addım sizi uğura aparacaq. Sadəcə özünüzdə iradə, əsas da iradə azadlığını formalaşdırın. Məcbur edin bəzi şeylərə özünüzü.